Mən əksinə sizdən fərqli olaraq qadınların belə cümə namazına getməyinin vacib olduğunu deyən adamam. Sən necə deyə bilərsən ki, cümə namazını inkar edir? Təsəvvürən bu günlərim insanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişib? Vaxtı gedir, sonra pul gedir. Getdiyiniz zaman çünki həqiqətən insanın bəzən elə olur ki, əsəbləri körlənir. Neyi dəyişir? 52 həftə var ildə. Bu günlərim Azərbaycanın özündə 2000-dən çox məscidimiz var. Hər məscidə cümə günü təsəvvür edin 100 nəfər gəlsə, 200 min nəfər eləyir. Bu ölkəmizə və yaxud da həmin yerdə, bölgədə yaşayanlara bir faydası varmı? Yoxsa orada sadəcə olaraq qələbəlik yaratmaqdan və yaxud da orada tıxac yaratmaqdan başqa o insanlara, qonşuluqda yaşayanlara bir problem yaratmaqdan başqa bir xeyri dəyirmi? Neysə dəyişdirirmi? Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir.